Bu səs yaxşı işləmək üçün bu mədəniz sağlam olmalıdır, bilirsinizmi? Mədə sağlam olmalıdır. Qastridi olan, İraq olsun, yazması olan, Fazla qızartı verir. xorası olan, xeyr, oradan gələn kislata, turşu, səs tellərini yandırır. Çox adam səsi xırıldayır, bilmir səsi nədən xırıldayır. Bilmirlər səsi nədən xırıldayır. Mənim əzizlərim, səsin xırıldamağının 90%-i mədənizin sağlam olmamağındadır. Aha. Mən çox qəşəng belə bir gün dərs aldım, əməlli başlı, müğənni olmasam da, amma bu elə aparıcılara da aiddir. Və axşamlar burnunuzun dəliklərindən zeytun yağı tökəcəksiniz. Pambıq kimi olur. Aplifigara çıxan yağı. Aha. Belə yudumaq, içmək, qaşıqla içmək səs tellərinə dəymir. Burun. Buradan gedir. Buradan içirsən buradan gedir. Uxa, qorlanos. Amma buradan tökəndə oradan fırlanı gəlir, qırtlaqda səs tellərini yağlayaraq. Faringit olan normal insanlar, yəni müğənni olmasınlar. Aparıcılar. Mən ona görə dedim, elə aparıcılara da aid. Boğazınızı, yəni formada saxlamaq istəyirsə, mədənizi sağlam saxlayın. Axşamda da burnunuzu, dəliklərini zeytun yağı, qaratikan, kolu yağı